Kimisə tərifləyəndə istifadə olunan sözlər bilsin, hə də, eee, filan ana qədər, filan məqama qədər filan bir şey elədi. Emm, Adətə birini yücəltiyormuşcasına tərifləmək. Əslində bu belə, çox incə cizgidə olan bir, yaşamla ölüm arasında olan məqamlar da yox. Adi adi deyəndə bu həyatda heç nə onsuz da adi deyil. Yəni, emm tutaq ki, nəsə radikal bir dəyişiklik olub kiminsə həyatında və başqası onu tərifləyir və o gəlir başqasına müəyyən ssenarilər danışır, özü-özünə 100 gün qabağında danışıb inandığı ssenariləri, yəni ki, guya başqaları da inansın da. Hamı da gerçəyi bilir ha, sadəcə adam yolundan dönmür də, ömür boyu özünün danışdığı yalanları gəlir başqalarına da danışır. Hamı da, inanır gerçəyi, yəni daha doğrusu gerçəyi bilərək, yalan olduğu bildikləri şeyləri, dinləyir də, yəni. Demir də, kəs səsini, sakit ol, mən sənə niyə qulaq asmalıyam, niyə vaxtımı alırsan, yəni belə şeylər olmur. Mədəni bir şəkildə, yəni bu döngü davam eləyir. Yəni heç istisnasız hər yeni bir adama, hekayəsini dinləməyən adama gəlir, hamıya məlum olan yalan, təhrif olunmuş gerçəkləri danışır. Əm Əslində belə baxsaq, eee, həyatın 80% yalandan ibarət olduğu və, sadəcə yalanların, yəni yol ala bildiyi bir dövranda, zamanda, məkanda yaşayan, eee, yəni belə olan halükarda təbii ki, qəbul olunan da budur. Yəni başqa necə ola bilərsən ki, şəkildən şəkilə şəkil dəyişdirməlisən, hər şeyi dəyişdirməlisən də, yəni var olmağa davam etmək adına. Çox önəmli bir şeylər baş verən zaman kitabda da o yazılmışdı. Mən də dəfələrlə o nəticəyə gəlmişəm. Gəl çay qoyaq, gəl davam eləyək, gəl ütüləyək, gəl onu eləyək. Yəni həyat qəribə bir şəkildə nə olursa olsun davam eləyir öz döngüsündə. Bu o qədər qəribə bir axmaq bir reallıqdır